Şəhidlər bizim milli dəyərimizə çevriliblər. Milli dəyərlərimizin isə kökləri çox qədim və çox dərindir. İndi açacağım bir söhbətdə neçə milli dəyər görəcəksiniz. Biz həmişə elimizin, obamızın şəhidlərinin əziz xatirəsini yaşatmağa çalışırıq. Onların həyat hekayəsi bizim üçün bir örnəkdir. İndi də mən sizə bizim belə qəhrəman oğullarımızdan biri haqqında danışmaq istəyirəm. Dinlədiyiniz bu gözəl saz havasını ifa edən 44 günlük Vətən müharibəsində adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıraraq şəhidlik zirvəsinə ucalan qəhrəmanımız Şahgündüz Cabbarov Habiloğludur. Şahgündüz Cabbarov 1995-ci ildə Bərdə rayonunun Mollalı kəndində məcburi köçkün ailəsində dünyaya gəlib. Əslən Laçın rayonunun Oğuldərə kəndindəndir. Bərdə rayonunun Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft, Qaz və Mədən fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdən geri döndükdən sonra isə Azərbaycan Dövlət Neft şirkətində işləyib. 44 günlük Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb. İlk olaraq döyüşlərdə pulemyotçu kimi, sonra isə xüsusi təyinatların həm də taborunda döyüşüb. 25 oktyabr tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Vətən uğrunda Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. Müharibə başlayan gündən sazın incə telləri üstündə gəzən barmaqları bir anda silaha sarılır. Gözləyin dağlar, gəlirəm, deyirdi Şahgündüz. O yazırdı, nə farağatı, nə də vətən sevgisini əskərlikdə komandirlərdən öyrəndim mən. Mən bu dünyaya əskər doğuldum. İnşallah Allahın köməkliyi ilə vətən qarşısında öz vəzifə borcumu layiqincə yerinə yetirdikdən sonra əskər kimi də gedəcəm. Şahgündüzün sözünün əvvəli də, axırı da Azərbaycan, Qarabağ, Laçın idi. Şəhidimiz həm saz çalardı, həm də şeir deyərdi. Aktyorluq qabiliyyəti də vardı. Bir sözlə bacarmadığı sahə yox idi. Şəhidlik adi ölüm deyil. Vətən, torpaq, böyük amallar uğrunda öz canından keçmək, özünü şüurlu şəkildə qurban verməkdir. 25 günlük nəsillərə örnək bir həyat hekayəsi. 25 günlük şərəfli döyüş yolu. 25 oktyabrda ölməzliyə qovuşan bir gün. Şahgündüz ölmədi. Şahgündüz uca zirvələrə qalxdı. Bizdən əvvəl Laçınına qovuşdu. Gənc ömrünü, xəyallarını, arzularını bizlər üçün qurban verən şəhidimiz. Səni heç vaxt unutmarıq, unutturmarıq. Ruhun şad, məkanın cənnət olsun. İndi isə mən sizə Şahgündüz Cabbarovun atası, el şairi Kamil Vəfadarın yazdığı şeiri təqdim etmək istəyirəm. Evimi xaraba gördüm. Yerində bayraq qaldırdım. Bir doyunca qoxlamağa bir ovuc torpaq qaldırdım. Atam yoxdur, anam yoxdur. Daşdan yaranıb qayıtdım. Dərdin dişli kirkidində 1000 yol daranıb qayıtdım. Mən yurduma dönəndə də qərib getdim, qərib gəldim. Gün üzünə çıxmaq üçün gündüzləri verib gəldim. Dinlədiyiniz üçün təşəkkür edirəm.